Ram mənim, İslama görə siyasi partiyalar qurmaq olarmı? Elhamdülillah. Sözsüz ki, İslama görə siyasi partiyalar qurmaq düzgün deyil. Nəyə görə? Çünki Allah Subhanahu wa Taala Quran-ı Kərimdə bizə əmr edib ki, biz parçalanmayaq, bir olaq. Allah Subhanahu wa Taala buyurur: "Və təsimu bihablillahi cəmi'an və la təfərraqu." Yəni Allahın dinindən, yəni ipindən, yəni dinindən yapışın bir yerdə və la təfərraqu və yəni parçalanmayın. Parçalanmayın. Parçalanmaq da necə olur? Parçalanmaq iki cür olur İslamda. Ya dinə bir yenilik gətirəndə, bidət gətirəndə müsəlman cəmiyyətini parçalayırsan, ya da ki, dövlət başçısına qarşı çıxanda, yəni ona qarşı çıxanda, istər silahlı müqavimət olsun, istər qiyamlar olsun və ya yaxud da siyasi. Çünki partiyanın səbəbi, kimsə deyə bilər, yox, biz elə-belə yaradıq. Belə ola bilməz. Siyasi partiyanın məqsədi hakimiyyətə gəlməkdir və yaxud da hakimiyyət təsir eləmək. Yəni, bu, hər bir partiyanın məqsədidir. Aydındır. Ona görə İslam bunu qadağan edir. Çünki bu, İslam cəmiyyətini parçalayır, bir, və ikincisi də dövlət başçısına qarşı qiyamdır. Yəni, çıxışdır, xurucdur. Peyğəmbər sallallahu əleyhi və səlləm də bizə əmr edib ki, biz birinci bölünməyək. Peyğəmbər sallallahu